Cinsi yolla yayılan xəstəliklər. Bu xəstəliklər çox geniş yayılıb. Çox təəssüflə qeyd edeyim. Baxın, əgər bir dəfə də olsun qoruyucusuz cinsi əlaqə varsa, cinsi xəstəliklərdən yoluxma ehtimalı çoxdur. Ona görə diqqətli olmaq lazımdır. Nəyə diqqətli olmaq lazımdır? Düzdür. Hansısa bir xəstəlik özünü irinli ifrazatlı bir proseslə göstərirsə, ağrı ilə, qaşınma ilə, başqa bir indiyənə qədər xas olmayan bir xüsusiyyətlə göstərirsə, insanlar narahat olur. Amma bir çox xəstəliklər özünü heç də elə kəskin formada göstərmir. Burada insanın immunitetindən də asılıdır, insanın xarakterindən də asılıdır, başqa problemlərindən də asılıdır. Ona görə əgər indiyənə qədər rastlaşmadığınız sidik cinsiyyət sistemində, istəyir kişilərdə, istəyir qadınlarda bir yüngül yanğı hissi varsa, sidiyə gedəndə bir yandırma hissi varsa, az da olsa göynəmə hissi və yaxud da bir diskomfort varsa, bilin ki, burada bir infeksiyadan söhbət gedir və mütləq yoxlanılmalıdır. Çünki tək siz özünüz yox, başqalarının həyatı üçün də təhlükəsiz. Ona görə bugün sizə heç də böyük problem yaratmayan bir xəstəlik, yəni hiss eləmədiyiniz bir xəstəlik başqaları üçün ciddi bir problem yarada bilər. Bu barədə diqqətli olmaq lazımdır bu işlərə və burada artıq özünüzün müdaxiləsi yox, həkimə müraciət etmək lazımdır. Qoruyun özünüzü.